Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, deməli bu gün biz gözəl bir salat hazırlayacağıq. E, Deməli bu salat kişmişli toyuğun ciyarından hazırlanır. Bizim növbəti salatımızdır. Bunun üçün bizə nələr lazımdır? Deməli, soğutma pişmiş kartofdur, sürkəşdən keçirilib, kökdür, yumurtadır, hamısı soğutma pişib. Soğutma pişmiş toyuğun döşədi, yaşıl soğan, kişmiş və mayonez lazım olacaqdır. Deməli, əziz izləyicilər, ilk öncə götürürük, belə bir qab qoyub və içinə belə bir dəmirimizi qoyuruq. Baxın belə. Və başlayırıq bunları hazırlamağa. Deməli, ilk öncə bizim birinci layımız olacaqdır kartof. Belə hər iki tərəfinə edirik. Və üstündən belə basırıq ki, olsun, yumuşaq aşağı düşsün. Üzərinə zövqə görə istiot əlavə edirik. Zövqə görə duz və başlayırıq mayonezlə xətləməyə belə. Baxın, belə. Və xətlədikdən sonra deməli ciyarımızdan soğanımızı əlavə edirik. Belə qarışıq hər birini edirik. İnandırım sizə, çox dadlı bir salatdır. Bunu həmişə mən hazırlayıram. Belə. Edirik hər tərəfinə ət olsun. Gördüyünüz kimi elədikdən sonra üzərinə yenə mayonez əlavə edirik. Belə. Ondan sonra arasına kişmiş əlavə edirik. Xüsusi tam verir bu kişmiş. Və hər tərəfinə səpirik. Səpdikdən sonra yumurtamızı əlavə edirik. Belə. Beləcə çəngəllə edirik.
temizləyirik. Mayonezlikdən sonra axırıncı lay. Biz də tuz əlavə edək. Markovumuzu qoyuruq. Baxın belə. Markov qoyduqdan sonra başlayırıq yavaşca salatımızı çıxartmağa. Artıq hazır. Kişmişlər töküldü və üzərinə də bir də beləcə kişmiş qoyuruq bəzək üçün. Belə. Belə əzizlərdə gördüyünüz kimi salatımız artıq hazırdır. Çox dadlı və gözəl çıxır. Beləcə hazırlayın və hazırlayan hər kəsə nuş olsun deyirəm. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.